Birlikdə cosplay festivalına gedirik. Geyimimi Çosadan ilhamlanaraq elədim. Makyajımı da onunkinə bənzətdim və düşdüm Nizami Kinoteatrının yoluna. Tədbirə 1 saat kimi gecikmişdim. Ona görə ilk girişdə olan rəqsləri görməmişdim. Amma burada dostum sizin üçün həmin rəqslərin videolarını çəkib. Daha sonra Azərbaycanlıların elədiyi bir anime izlədik və cosplay yarışı başladı. Hər bir cosplaydən sizin üçün balaca çəkməyə çalışdım. Özəlliklə bu Misir tanrısını cosplay eləyən adam mükəmməl eləmişdi. Çox bəyənmişdim. İzlədiyim və bəyəndiyim cosplaylərdən bir neçəsini də indi ekranda görürsünüz. Bu qız Reze'nin cosplayi. Reze'ninkini o qədər bəyənmədim əslində, amma olsun. Reze'nin cosplayi, Kirito'nun ki... Bu cosplayer dijital sirk obrazlarından birisini eləmişdi və bu yarışmada da 3-cü yeri tutdu. Mənim favorilərimdən biri bu qız idi. Təəssüf ki, ilk 3-ə çıxa bilmədi, amma çox qəşəng eləmişdi. Arada bir anime quiz oynadıq. İndi onun da videolarını göstərəcəm, amma burada artıq qalibləri açıqlayırdılar. Tədbirlə bağlı hər şeyi bəyəndim. Sadəcə birazcıq çox rus dilində danışırdılar. Yarışa qatılan cosplayerlardan əlavə olaraq bir də bura gələn cosplayerların da paltarlarına baxıb onlara da kiçik hədiyyələr vermişlər. Mənim ən çox sevdiklərimdən biri Toji, digəri də Sanji olmuşdu. Toji anime quizi hissəsində də cavab vermək üçün öz qurdunu qaldırırdı. O da çox gülməli bir an idi. Onu da sizin üçün çəkmişəm. Yəni bütünlükdə tədbir çox əyləncəli idi və tədbirin içərisində 13 sentyabrda başqa bir tədbir keçirəcəklərini açıqladılar. Bütün stafa təşəkkürlərimizi bildirdik və tədbiri bitirdik.